Bu ilin 1 yanvar tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156,4 milyon dollar təşkil edib. Ötən ilin 4-cü rübündə ölkənin valyuta ehtiyatları 3,7 milyard dollar və yaxud 4,5% artıb. Azərbaycanın strateji valyuta ehtiyatlarının 86,5%-i və yaxud 73,6 milyard dolları Dövlət Neft Fondunun, 13,5%-i və yaxud 11,5 milyard dolları isə Mərkəzi Bankın payına düşüb. Yeri gəlmişkən, 2025-ci ildə Dövlət Neft Fondu 53,4 ton qızıl alaraq qızıl ehtiyatlarını 200 tona çatdırıb. Azərbaycanda hotel, hostel və qonaq evlərinin fəaliyyətini tənzimləyəcək dövlət standartı hazırlanır. Yeni standartların ilin sonuna qədər rəsmi dövlət sənədi kimi qəbul edilməsi planlaşdırılır. Hazırlanacaq standart bütün kateqoriyalı yerləşmə obyektlərini əhatə edəcək və təmizlik, xidmət keyfiyyəti, infrastruktur, eləcə də internet bağlantısının səviyyəsi ilə bağlı minimum meyarları müəyyənləşdirəcək. Artıq otellərin ulduz təsnifatı həyata keçirilir. Standartlara cavab verən obyektlər müvafiq sertifikat təqdim olunacaq. Tələblərə uyğun gəlməyənlər isə yerləşmə vasitəsi kimi qeydiyyata alınmayacaq. Yeri gəlmişkən, ötən il mehmanxanaların gəlirləri 6% artıb. Turizm sektorunda bu platformanın məhsulunun konkret olaraq hansı belə deyək də addımlar atılacaq ki, onun faydalarını görə biləcək? OCLA Certified ümumiyyətlə məhsulunun mahiyyəti ondan ibarətdir ki, məxsusən otellərdə, müxtəlif stadionlarda, fərqli ictimai yaşayış obyektlərində internet sürətinin, internet bağlantı keyfiyyətinin ölçülməsi məsələsidir və ölçüldükdən sonra həmən ictimai yaşayış obyektləri, məxsusən otellər, stadionlar və s. onlar sertifikatlaşdırılır beynəlxalq OCLA şirkəti tərəfindən və onlara sertifikat və fiziki lövhə verilir. Bəs bu nəticədə nə verəcək həmin? Bu təbii ki, bir sıra aspektdən turizm sektoruna, turizm sektoru üçün əhəmiyyət kəsb edə bilər. İlk öncə qonaqpərvərlik sahəsində sağlam rəqabət mühitinin daha da səmərəliləşdirilməsi, gücləndirilməsi deməkdir və bu rəqabət mühiti üçün yeni bir ölçü əslində meydana gətirmiş olur. Çünki indiyənə qədər fərqli ictimai yaşayış obyektlərində, otellərdə, turizm obyektlərində internet sürəti məhsul kimi təqdim olunmurdu. Son vaxtlar ardıcıl olaraq rekordları yeniləyən qiymətli metallar bazarında ucuzlaşma var. New York'un COMEX əmtəə birjasında qızılın 1 troya unsiya üzrə bu ilin aprel fütureslərinin qiyməti 0,56% azalaraq 5093 dollar 46 sentə bərabər olub. Ötən ilin dekabrından sürətlə bahalaşan gümüşdə isə ucuzlaşma daha çoxdur. Qiymətli metalın 1 unsiyası üzrə mart fütureslərinin qiyməti 7,13% azalaraq 107 dollar 22 sentə düşüb. Valyuta bazarında bugün qarışıq dinamika müşahidə olunur. Avro-dollar, funt-dollar, dollar-lirə, dollar-yuan cütlüyündə artım baş verib. Dollar-rubl cütlüyündə isə azalma qeydə alınıb. Manatın dollara qarşı məzənnəsi sabitdir. Avro-manat qarşısında artıb. Rubl və yuanın manata məzənnəsi azalıb. Lirə isə sabit qalıb. Qlobal kriptovalyuta bazarında son sutkada artım müşahidə edilib. Son 24 saatda Bitcoin'in qiyməti 1% artaraq 88,6 min dollara, Ethereum'un qiyməti isə 2,6% yüksələrək 2,94 min dollara çatıb. Eyni zamanda BNB, XRP və Solana üzrə də gündəlik artım qeydə alınıb. Bununla yanaşı həftəlik kəsimdə bazarda azalma davam edir. Son 7 gündə Ethereum 7,6, Solana 6,8, Bitcoin isə təxminən 4% dəyər itirib. Analitiklərin fikrincə gündəlik artım əsasən qısa müddətli texniki bərpa, əvvəlki itkilərdən sonra investorların selektiv alımları ilə bağlıdır. Eləcə də qlobal maliyyə bazarlarında faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik kripto bazarda həftəlik təzyiqlərin qalmasına səbəb olub. Dünyada davam edən münaqişələr və siyasi böhranlar dünya iqtisadiyyatının inkişafına mənfi təsir edir və bu qeyri-müəyyənliklər bəzən kriptovalyutaların qiymətində öz əksini göstərməkdədir. Belə ki, bəzən qeyri-müəyyənliklər və münaqişələr bu cür valyutalarda volatillik və tələbatın artmasına təsir göstərir və bu öz növbəsində həmin valyutaların bəzən dəyərinin artması və ya azalmasına öz təsirlərini göstərir. Hazırki
indiki dövrdə Amerika iqtisadiyyatında və Avropada baş verən iqtisadi proseslər və Amerikanın apardığı iqtisadi siyasət bu gün daha çox investorların bu cür valyutalara diqqətini artırır və burada qiymət artımı müşahidə olunur. Lakin düşünürəm ki, bu artımlar, bu məsələlər sabitləşdikcə belə deyək, biz bu valyutaların qiymətində enmələr və ucuzlaşma müşahidə edəcəyik. Bugün birjalarda bir sıra indekslərdə artım müşahidə edilib. S&P 500-də 0,50, Dow Jones-da 0,64, Nasdaq-da 0,43, FTSE 100-də 0,34, Nikkei 225-də isə 0,77%lik artım baş verib. DAX indeksi nisbətən geriləyərək 24.903 dollarda qərarlaşıb. Avropa Yenidən Qurma və İnkişaf Bankı və Avropa ölkələrindən biri Ukraynaya əlavə qaz alması üçün 85 milyon avro təqdim edəcək. Ukraynanın energetika naziri Denis Şmıqal bildirib ki, Avropa ölkələrinin birindən müvafiq qrantın alınmasına dair iş başa çatmaq üzrədir. Qeyd edib ki, bu barədə bankın prezidenti Odil Renobasso ilə onlayn söhbət zamanı danışılıb. Nazirin sözlərinə görə AİB tərəfindən Ukrenergo və Ukrhidroenergoya maliyyə dəstəyinin davam etdirilməsi də son dərəcə vacibdir. Avropa İttifaqı və Hindistan azad ticarət sazişi imzalayıb. Bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen sosial şəbəkəsindəki hesabında bildirib, qeyd edib ki, bugün Avropa və Hindistan tarix yazır. Biz bütün sazişlərin anası adlandıra biləcək bir saziş imzaladıq. Biz 2 milyard insanı əhatə edən və hər iki tərəfin faydalanacağı azad ticarət zonası yaratdıq. Ursula von der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirmişdi ki, ümumdaxili məhsulun təxminən 1/4-ni təşkil edəcək bazar yaradılır. 2024-cü ildə Avropa İttifaqında elektromobil satışı 30% artaraq 1.880.000 ədədə çatıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə elektromobillərin bazar payı 17,4%-ə yüksəlib. Bununla belə ölkələr üzrə artım ciddi fərqlərlə ifadə olunur. Elektromobil satışları İspaniyada 77% artdığı halda Almaniyada 43%, Niderlandda 18% çoxalıb. İl ərzində sadə hibridlərin satışı 13,7% artaraq 3,3 milyon ədəd təşkil edib. Qitədə satılan təzə avtomobillərin 30%-dən çoxunu sadə hibridlər təşkil edir. Doldurula bilən hibridlər isə il ərzində 1 milyon ədəd satılaraq bazarın 9,4%-ni təşkil edib. Hibrid satışının azaldığı yeganə ölkə Fransa olub. Daxili yanma mühərrikli avtomobillərin bazar payı isə 45,2%-dən 35,5%-ə enib. Hesabat dövründə ittifaqda bu tipdən 2.880.000 ədəd avtomobil satılıb. Ənənəvi avtomobillərin bazar payı 3 il ərzində yarı-bayara azalaraq 26,6%-ə düşüb. Daxili yanma mühərrikli avtomobillərin satışında ən ciddi azalma 32%-lə Fransada, 21,6%-lə Almaniyada və 18%-lə İspaniyada qeydə alınıb. Markalar üzrə satışa gəlincə, yenə də Avropa modelləri liderlik edir. İlk onluqda cəmi 1 Yaponiya, 1 Koreya və 1 Çin markası yer alır.